Tofiq bəyin çox təəssüf ki, səhhəti çox sürətlə pisləşir. Yəni, orası aydındır ki, acılıq eləyən adamın səhhəti pisləşər. Amma Tofiq bəydə bu proses çox sürətlə gedir və mən güman edirəm ki, bura təsir eləyir hansı faktorlar. Tofiq bəy artıq 65 yaşın içindədir. Bu, hətta Azərbaycanda da artıq pensiya yaşı hesab olunur, yəni yaşı az deyil. Səhhəti artıq korlanıb. 4-cü həbsxana həyatını yaşayır Tofiq bəy və 2 dəfə bundan əvvəl uzun müddətli acılıqlar eləyib. O acılıqları düşünür. Öt kisəsi çıxarılıb, əməliyyat olunub Tofiq bəy. O da mane olur. Bu, həzm prosesi ilə bağlıdır. Onu incidir. Sayısız hesabsız başqa xəstəlikləri var. Və çox təəssüf ki, onun iradəsi dəmir olsa da, bədəni dəmirdən deyil axı. Xəstəlikdə, yaşda, əvvəlki əzab-əziyyətdə, əvvəlki acılıqların yaratdıqları da, stresslər də, bunların hamısı öz işini görür və Tofiq bəy qeyri-adi dərəcədə çəkitirir. Az qala günə 1 kilograma yaxın çəkitirir və gözümüzün qabağında bu adam sönür. Azərbaycan cəmiyyəti buna biganə qalmamalıdır. Əlbəttə ki, hər gün danışa bilən, danışmaq hüququnu hələ hökumətə təslim etməmiş insanlar danışır, yazır. Şikayət eləyə bilmərəm. Minlərlə insan var ki, o cümlədən YouTube kanallarında, Facebookda, başqa sosial şəbəkələrdə Tofiq bəylə bağlı yazırlar, azadlıq tələb edirlər. Amma bu yenə də ənənəvi dairədir. Açıq danışaq. Ənənəvi müxalifət dairəsidir bu. Daha çox bunun böyük əksəriyyəti elə xalq cəbhəsinin üzvləridir. Müəyyən az sayda vətəndaş cəmiyyəti təmsilçiləri qalıb ki, hansı ki danışmaq hüququnu təslim eləməyiblər, olardı və bir sıra başqa cəsur müxalifətçilərdir. Amma geniş mənada çox təəssüf ki, xalqımız bu prosesə hələ qoşulmayıb. Bunu mən məcburam etiraf eləməyə, çünki xalqımızdan umacağımız var.